Uzaktan göze çarpır şehitler xiyabanı. Bir müqəddəs yer bilir özünə onu hamı. Qeyrət tumu səpilib oranın torpağında, o tumlardan biridir məzarı Seymurun da. Şəhidlər xiyabanı, bu bir ocaq məkanı. Burada uyur indi cənnətin aslanları. Uysa da cisimləri, yayılıbdır ruhları, yaşadaraq dirkələn doğma Azərbaycanı. Oynaşan göyərkinlər, ötən durna qatarı, açılan gül çiçəklər, kəmənli bağçaları, günəşli şüaların yayılan xoş əhvalı, gecənin ay parası parlayan ulduzları, ananın körpəsinə oxuduğu laylası, balanın anasına göstərdiyi qayğısı, xalqın çal-çağırları, qoşulan mahnıları, hər bir yerdə görünür şəhidin nişanları. Hər bir yerdə görünür şəhidin nişanları. Məhz onlar dindirdilər o susturulan haqqı və qiymətləndirdilər bizim qara torpağı. Qeyrətləndirdi onlar donan vicdanımızı, alnı açıq etdilər onlar bizim hamımızı. Salam şəhid anası, salam şəhid atası, salam şəhid bacısı, qardaşı və balası. Sizlərə bu yolumu uca Allahım açdı. Şəhidləri bizlərin başına o tac astı. Olmasam da qəhrəman, ateş xəttində olan, mən də sizə bir doğma, bir bala, bir qardaşam. Bükməyin boynunuzu, bükməyin heç vaxt qəti, çünki heç əyilmədi şəhidin şux qaməti. 1994 31 yanvarda şəhid Seymur yazıldı böyük qara mərmərdə. Yazıldı bu tarixə mənim şəhid Seymurum, anır bütün el oba böyük hüzünlə onu. Şair deyiləm mən, yoxdur əlimdə qələm, sözləri səsləndirən içimdə var bir ələm. Azərəm dediklərim qalmasa da vərəqdə, mənim şəhid Seymurum qalacaq yaddaşlarda. Mənim şəhid Seymurum qalacaq yaddaşlarda.